Təzə şey çıxıb. Şalvarın altından reytuz geyinən kişi xəyanət eləmir. O kişi şalvarın altından pejama geyinir. Deməli o şalvarın başqa heç yerdə çıxartmır. Xəyanət eləməyən kişidir. Hansı kişi şalvarın altından heç nə geyinmir, deməli bunlar elə bir adamdılar ki, istəyirsən şalvarın altından bir dənə reytuz yox, 10 dənə şalvar geyinsin, üstündən bran jaket zat geyinsin. Yenə də bunlar bir yolunu tapıb hoqqa verəcəklər. And Allah, şalvar zat nədir? Şalvar zat fırlayan hər yer yox deyildi. İstəyirsən o şalvarın o üstündə o zamok yerində qıfıl tağ, açar tağ, kod qoy, ne inirsən elə, bu başqa yollarla da olsa yenə bir yolunu tapıb xəyanət eləyəcək yəni. Bunların bünyəsi böylədir. Yəni bunlar belə yaradılıblar, başa düşdün? Bir dənə dalı başı yekə qız arvad görür. Az qalır ta ağzının suyu tökülsün ayağının altına. Uy!